hadisələrə bənzər İsa Məsihin ölülərdən dirilməsindən danışırıq. Və biz baxanda adları müqəddəs kitaba düşmüş adamlar hansılar ki ölülərdən diriliblər, onları dirildən İsa Məsih özü idi. Və biz burada Yair'in qızı haqqında eşidirik, öyrənirik, oxuyuruq müqəddəs kitabda ki, İsa Məsih bu qızı diriltdi. Biz Nain şəhərində İsa daxil olanda bir dul qadının oğlunun dəfn mərasimini gördü, üzüldü, saxladı onları və uşağı dirildərək çıxdı getdi. Biz burada Lazır barəsində oxuyuruq müqəddəs kitabda. O 3 gün qəbirdə idi və İsa gəldikdə qəbrin ağzını açırdı. Lazır qəbirdən çıx demək ilə Lazır ölülərdən dirildi. O yenidən həyata qayıtdı. İsa Məsih çarmıxa çəkildiyi gün yazılıb ki, o canını ataya tapşıraraq dünyasını dəyişdi və böyük bir zəlzələ oldu. Böyük zəlzələ oldu və müqəddəs kitab deyir ki, qəbirlərin ağızları açıldı və bir çox müqəddəslər zahiri görünməyə başladılar şəhərdə. İnsanlar onları görməyə başladı. Sonra isə biz həvarilərin işlərində görürük ki, İsa Məsihin həvarisi Peter, İsa Məsihin həvarisi Paul İsa'nın adı ilə ölüləri dirildirdilər. Bütün bu hadisələri biz müqəddəs kitabda görürük. Bunu həyatda görə bilmirik, çünki belə nümunələr demək olar ki, yoxdur. Ancaq müqəddəs kitab bu hadisələri göstərir və bu hadisələrə nəzər saldıqda həmin bu insanların dünyaya qayıtması ilə İsa Məsihin ölülərdən dirilməsi arasında da fərq var. Fərq isə bunda idi. Lazır, Tabita, onlar həyata qayıtdıqlarına baxmayaraq bir müddətdən sonra dünyalarını yenidən də dəyişdilər. İsa Məsih ölülər arasında dirilməyi ilə o əbədi olaraq yaşayır. Böyük və mühüm olan fərq budur və bu fərq bizim imanımızın bünövrəsində dayanandır. İsa ölümə qalib gəldi. İsa ölümü məğlub etdi ki, onun adına iman edən bizlər ölümdən qorxmayaq. Ölümün sahibi olan Rəbbimizə daha da böyük bir imanla bağlanaq, ona güvənək və ona etibar edək. O bizə bəxş etdiyi lütfə əsasən biz əbədi həyatı gözləyək. Məsih İsa bunu bizim həyatımızda etdi. Və mən istəyərdim bugünkü ibadətimizdə ilk müraciət elədiyimiz ayə 2 Timoteyə məktubu 1-ci fəsil 9-cu 10-cu ayələr olsun. Dinləyək o ayələri. Allah biz əməllərimizə görə deyil, öz məqsədinə və lütfüne görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsa'da verilmişdi. İndi isə xilaskarımız Məsih İsa'nın zühuru ilə üzə çıxdı. O ölümü yox etdi. Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi. Maraqlı sözlərdir. İsa Məsih ölümü yox etdi və ölməzliyi aşkar etdi. Və müqəddəs kitab aydın deyir ki, heç bir insan öz əməlləri ilə buna nail ola bilməz. Nə qədər xeyirxah, nə qədər yaxşı işlər görən insanlar var, nə qədər özlərini ibadətə həsr edən, nə qədər Allahdan qorxan və Allah barəsində düşünən insanlar var. Amma xilas edən Rəbb özüdür. Və bütün müqəddəs kitabın bizə verdiyi mesaj bundan ibarətdir. Allah bizim üçün xilas planını hazırlayıbdır. Allahın planına uyğun olaraq biz pis əməllərdən üz döndərib Allahın bizə bəxş etdiyi o lütfə nail ola bilərik. Əməllərimizlə qətiyyən deyil, Allahın iradəsinə və onun istəyinə uyğun olaraq. Burada çox maraqlı sözlər yazılıb. Zaman başlanmazdan əvvəl Allah artıq bu planı hazırlamışdır. İsa'nın yer üzünə gəlməsi bu sadə bir təsadüf deyil. Sadəcə ehtiyaca görə də deyildi. Allah əzəldən onu hazır vəziyyətə getirmişdi. Ona görə İsa Məsihin ölülərdən dirilməsi Allahın hazırlanmış planının tamamlanmasıdır. İsa Məsih məqsədli yer üzünə gəlmişdi və onun məqsədi bunda idi ki, o xilas yolunu bizə aşkar etsin. Yazılıb, Məsihin zühuru ilə o xilas üzə çıxdı. İsa'dan əvvəl yaşayan peyğəmbərlər hamısı
Məsihin gəlişi barəsində peyğəmbərlik edirdilər. Onlar Məsihin gəlişi barəsində bəyan edirdilər ki, Allah yer üzünə gələcəkdir. Allah özü insanlarını özü xilas edəcəkdir. O özü bunu etməyini barəsində müxtəlif peyğəmbərlər müxtəlif dövrdə bu barədə yazaraq insanları bu ümidi gözləməyə çağırırlar. Və bu ümidə özünü bağlayanlar bu ümidə uyğun olaraq da yaşamağa can atırdılar. İsa'nın ölümü ölümə qalib gəlməsinə işarə edir. İsa ölümü artıq yox etdi və bizim həyatımızda, insan bəşəriyyət həyatında ölüm son söz deyil. Son söz Rəbbin özündədir. Ona görə biz Məsih İsa'ya iman edənlər, biz ölüm qorxusu ilə yaşamırıq. Nə qədər insan var ki, onlar ölüm qorxusu ilə yaşayırlar. Onlar bilmirlər onları nə gözləyir. Hətta xəstələnəndə, hansısa bir soyuq dəymə dəyəndə, vay öləcəm deyirik. Xüsusilə biz kişilər, hə? Vay öldüm, axırım gəldi çatdı. Ölüm qorxusu o qədər bizi əsir edir ki, ölümdən qorxuruq. Çünki ölüm bizim üçün məmalı, aydın olmayan bir vəziyyətdir. Həyatımızın sonu bitdiyi bir yerdir. İsa Məsih isə ölümə qalib gələrək onun adına iman edənlərə ölməməzliyi bəxş etdi. Biz əbədi həyatı ondan irs olaraq aldıq. Ona görə bizim üçün ölüm son deyil. Bizim üçün dünyamızın dəyişməsidir. Biz Azərbaycanda bu sözü istifadə edirik. Dünyanı dəyişmək və biz bir gün dünyamızı dəyişəcəyik. Bu dünyanı Allahın padşahlığına, əbədi həyata dəyişəcək və bizim hekayəmiz bununla bitmir. Bizim hekayəmiz onun padşahlığında davam edəcəkdir. Çünki Allah ölülərin Allahı deyil, müqəddəs kitab deyir. Ona aid edilən hər bir kəs yaşayır. Və biz də həmin o vədə ondan nail olduq. Həyat və ölməməzlik yazılıb aşkar edildir. Və İsa Məsihin ölülərdən dirilməyi Allahın dünyanın yaratdığı gündən etibarən hazırladığı o xilas planının zirvəsidir. İsa Məsih dirildi ki, üzr istəyirəm, onun adına iman edənlər ona nail olsunlar. İsa Məsih son 7 günü haqqında mən cəmiyyətin qrupunda yazırdım, hansı hadisələr baş verirdi. Və İsa Məsihin Yerusəlimə daxil olunması, o Pasxa bayramının, daha doğrusu Yahudilər ona Pesach bayramı deyirlər, Pesach bayramının ərəfəsində idi. İlk şəhərə girişi o Palma günü adlandırırdı. Nəyə görə Palma günü? Çünki insanlar şəhərin qarşısına çıxıb İsa'nı qarşılamaq üçün palma budaqlarını kesib onun ayaqlarının altına atırdılar. Öz üst paltarlarını çıxardıb onun ayaqlarının altına atıb bu sözləri deyirdilər. Və biz oxuyaq bu ayəni. Cəmaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi. İsa'nın önündə gedən və ardınca gələn xalq belə nida edirdi. Davud oğluna Hosanna, Rəbbin ismi ilə gələnə alqış olsun. Ən ucalarda Hosanna. Ucalarda olan Allaha həmd olsun deməkdir. Hosanna deyərək xalq onun qarşısına çıxıb, onun Yerusəlimə təntənəli girişini qarşılayırdılar. Hər kəsin bir gözləntisi var idi. Hər kəs bir şey gözləyirdi. Hansı hadisələr necə baş verəcəyini düşünürdü. Amma İsa'nın Pesach bayramında Yerusəlimə girməyində bir məqsədi, bir hədəfi var idi. O hədəf onda idi ki, Yahudilər üçün önəmli olan, vacib olan Pesach bayramının kökünü göstərsin, səbəbini göstərsin. Və bu səbəb ondan ibarət idi ki, bu iki hadisə bir hadisə deyil, ayrı-ayrı hekayələr olduğuna baxmayaraq Allahın xilas planının bir xəttidir. Çünki o xilas planını da verən Rəbb Allah özüdür. İsa Yerusəlimə girir və bu hadisələr barəsində biz bir həftə ərzində danışırdıq. İsa Yerusəlimə daxil olur, o Allaha ibadət edilən məbədə daxil olur və həmin o məbəddə Allahın adından istifadə edərək qazanc əldə edən insanları oradan qovur. Çünki Allahın adı ilə qazanc əldə edilməz. O ağılsız, uyğun gəlməyən, Allaha və onun işinə tamamilə zid olan və insanlardan sui-istifadədir. Onları oradan qovaraq çox maraqlı bir söz deyirdi. Yazılıb.
yazılıb. Siz burada Allah adından danışırsınız, amma yazıda vacib olan bir sözü buraxmısınız. Allahın evi bütün xalqlar üçün dua evi olmalıdır. Bizim bir yerde toplaşmağımız bütün insanların üzünə açıqdır. Allahın ürəyində həsrətini yaşadanlar, Allah qorxusu ilə ömrünü yaşayanlar Allahın cəmiyyətlərində onunla birləşə bilirlər. Allah haqqında vacib, doğru, onun həyatı üçün əhəmiyyətli sözləri eşidib, ürəkdən Allaha bağlana bilərlər. İsa Məsih din xadimlərin o hiləgər, onu tora salmaq istədiyi suallarına cavab verirdi. Onları cavablandırırdı. Həmin o həftə ərzində İsa'ya dost deyərək, müəllim deyərək, Rəbb ona deyib müraciət edənlərdən biri 30 gümüşə onu satmaq üçün din xadimləri ilə razılıq əldə edir və öz xəyanət planını həyata keçirdir ki, İsa'nın yerini satsın və bununla da hər hansı bir qazanc əldə etsin. Amma bunlar hamısı Allahın bir planı idi. Allahın qabaqcadan hazırladığı hekayə idi ki, onun adına iman edən insanlar nicata qovuşsunlar. Əgər Pesah bayramı hansılar ki, Yahudilər qeyd edirlər, Yahudi tarixində mühüm bir hadisə idi və bu hadisə Misir əsarətindən bir dəfə fiziki olaraq azad olunmasını işarə edirdi. İsa Məsihin Pasxa bayramında özünü qurban verməsi bir dəfəlik günahdan və günahın nəticəsi olan ölümdən və lənətdən ruhani azad olmasının işarəsidir. Ona görə bu bayramlar eyni zamanda baş verdiyi, biz də Pasxa bayramını qeyd edirik deyirik və elə dostlarım var ki, onlar bu Pasxa bayramında Yahudi adət ənənəsini icra edirlər. Süfrə açırlar və həmin orada lazım olan süfrədə nemətləri düzürlər. Yox, biz o bayramı qeyd etmirik. O, Yahudilərə aid olan bir bayram idi və Yahudilər üçün o bir işarə idi. İşarə bundan ibarətdir, xilas edən Rəbdir. Və biz o hamin hadisələrə geri döndükdə görürük ki, Allah İsrail xalqının israblarını Misirdə gördükdə Musa peyğəmbəri onlara xilaskar olaraq göndərmişdi. Və xilaskar olaraq Musa peyğəmbər İsrailə gəldikdə o bir şey işarə edirdi. Məni göndərən İbrahimin, İsaqın və Yaqubun Allahıdır. O xilas edəndir. Mən o xilas planını icra etmək üçün sizin aranıza gəlmişik. Və həmin o hekayələrə baxanda inanılmaz hadisələrlə rastlaşırıq. Hansılar ki, müqəddəs kitabda görürük və həmin o hadisələri, belə deyək, 10 böyük bir bəla, hansı ki, Misir xalqının üzərinə gəldi. Niyə onlar bu bəlalarla üzləşdilər? Niyə indiyə qədər bəzi insanlar həyatlarında bəlaları yaşayırlar və əsas səbəb bundan ibarətdir ki, Allahı ürəkdə saxlamamaq, Allaha qarşı tərslik etmək, insan inadı və tərsliyi onun bəlaya düşməyinə əsas səbəbləridir. Allah hər dəfə müqəddəs kitabda dəfələrlə o ayələrlə rastlaşırıq ki, Allah insanın ölümündən zövq almır. Allah insanın ölməyini istəmir. Allah insanın bəlaya düşməyini istəmir. Və biz dəfələrlə görürük ki, Allah müxtəlif zamanlarda peyğəmbərlərini məhz bu məqsəd ilə göndərirdi ki, bəlaya düşmüş insanları bəladan çıxış yolunu göstərsinlər. Və onların bəladan çıxış yolları bundan ibarət idi. Allaha tərəf dönüş. Allaha tərəf dönmək. Hansısa qurban təqdimatı deyildi. Hansısa ibadəti və hansı dini mərasimi yerinə yetirmək deyildi. Ürəkdən Allaha tərəf dönüşüdür. Və onlar ürəkdən Allaha tərəf döndüyü zaman onlar nicat tapırdılar. Və İsrail xalqının tarixində biz bunu görürük ki, onlar düşdüyü bir bəladan qurtarmaq üçün onlar ürəkdən Allaha tərəf döndülər və biz burada bu şəkildə gördüyümüz bəlalardan onlar qaçmış oldular. Ən böyük bəla hansı ki gəlmiş idi, sonuncu bəla idi, ilkin övladların ölməyi. Və bilirsiniz, bu bəladan nə hakimiyyətdə olan Firon xilas ola bildi, nə də ki zindanda oturan Tustaq. Heç kim bundan qurtula bilmirdi. Bəla gələndə bütün onların üzərinə gəlmişdi və bu bəladan qurtarmaqdan ötəri Allah bir işarə qoydu. İsrail xalqı və mən deyərdim, müqəddəs kitabı oxuduqda bu işarə ancaq İsrail xalqına aid deyildi. İman edən hər bir kəsə aid olan bir işarə idi.
Və burada belə yazılmışdı. Çıxış kitabı 12-ci fəsil 7-ci ayədə. Qurbanın qanından götürüb, onun yiyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. Maraqlıdır. Plan bundan ibarət idi. Qurbanlıq quzusu təqdim edin, onu tamamilə yeyin və onun qanını öz qapılarınızın çərçivələrinə çəkin. Qırıcı mələk gəldikdə o yan keçsin sizdə. Və Pesah bayramının da mənası budur. Yan keçdi. Bəla bizdən yan keçdi. Və kim Musanın sözünə qulaq asaraq Allaha itayət edib bu xilas planında özünü tapdısa və buna əməl etdisə, bu bəla ondan yan keçmiş oldu. Hər dəfə müqəddəs kitabda Allah hansısa bir bəladan insanı qurtarmaq üçün peyğəmbərini, salih adamını göndərdikdə insanlardan gözlədiyi bu idi. Mənə iman et. Mənə iman et. Tamamilə ehtiramını mənə göstər. Və bu iman sadəcə söz ilə kifayətlənən deyil ki, mən inanıram. Və biz deyərdik ki, biz əksər insanlardan bu sözləri eşidirik, Allaha iman etmək. Amma bu iman sənə nə verir? Əgər iman ancaq dilinin ucunda Allahın varlığına, olduğuna inanmaqdırsa, onda bu imanın heç bir faydası yoxdur. İman insanı Allaha ehtiram etməyə, onun sözünü qəbul etməyə və o sözü həyatın üçün rəhbər tutmağa səbəb olur. Əgər Allaha imanın onun sözünü icra etməyinə səbəb olmursa, sadəcə gözəl səslənən bir sözlərdir. Sadəcə gözəl səslənən bir sözlərdir. Mən Allaha inanıram. İman isə itayət aparır. İman isə Allaha ehtiram ilə öz sübutunu tapır. İman isə Allahın sözünü həyatın üçün rəhbər tutmaq ilə öz sübutunu göstərir. Məsih bizə bu nümunəni verdi öz həyatında. Allaha olan münasibət necə olmalıdır? Və müqəddəs kitabda yazılır ki, İsa Məsih tamamilə itayətini göstərdi və bu itayəti bizə örnək və ibrət olaraq buraxdı ki, onun ardınca gələn, mən İsa'ya iman edirəm deyən bizlər bu nümunəyə uyğun olaraq ömrümüzü yaşayaq. İsa Məsihin çarmıqdakı israfları barəsində bu hadisələr baş verməmişdən öncə Yeşaya peyğəmbər, təsəvvür edin, 700 il əvvəl, hələ bu hadisələr baş verməyib, Yeşaya peyğəmbər peyğəmbərlik edir və bu hadisələr barəsində xəbərdarlıq edir. Əslində, xəstəliklərimizi o çəkdi, dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, vurulub istirab çəkdiyini zənn etdik. Bizim üsyankarlığımıza görə onun bədəni deşildi. Şər əməllərimiz naminə əzildi. Bizim əmin-amanlığımız üçün o cəza aldı. Onun yaraları ilə biz şəfa tapdıq. Bu hadisələrdən əvvəl Yeşaya peyğəmbər 700 il sonra baş verəcək hadisələr barəsində peyğəmbərlik edərək deyir ki, baş vermiş hadisələrin səbəbi bu idi. Məsih İsa bizim üsyankarlığımıza görə, Allah ilə bir ömür yaşamağı bacarmadığımıza görə, bizim öz başına və öz ağlımızda doğru işləri görmək ilə ömür yaşamağımızın səbəbinə görə gəlmişdir. Çünki biz bacarmırdıq, biz bilmirdik, biz fikirləşirdik ki, etdiklərimiz doğrudur və indiyə qədər insanlar var ki, öz gözündə doğru nədirsə onu etmək istəyir. Ağlına nəyi batırıbsa, nə olursa olsun onu tamamlamaq istəyir. Allah isə bizə bu xilas yolunu göstərir və deyir ki, İsa'nın gəlişində səbəb bu idi. Bizim üsyankarlığımızı və günahın əzabını öz üzərinə götürmək. Bizim səhv əməllərimizin nəticəsini özü ödəsin deyə gəldi. Və İsa Məsihin yer üzünə gəlməyib və yer üzünə yaşamasının səbəbi məhz bunda idi. O deyir, mən məhz bunun üçün gəldim ki, xidmət edim və bir çoxların xilası üçün öz canımı qurban verim. Və biz deyirik ki, mən istəyirəm o bir çoxlardan biri olum. Və o bir çoxlardan biri olmaq üçün müjdə elan edilir. Müjdə elan edilir ki, insanlar Məsihə tərəf dönərək Allah ilə barışmış olsunlar. Və bu barışığı təmin etmək üçün İsa özünü qurban verdi. Yazılıb ki, onun çəkdiyi cəza bizim sülhümüzə səbəb oldu.
Allah ilə barışımıza səbəb oldu. Əmin amanlığımızı biz onun sayəsində əldə etdik. Müqəddəs kitab maraqlı söz deyir. Onun yaralarında bir şəfa aldıq. Onun yaralarında bir şəfa aldıq. Bizim ürəyimiz onda bərpa olunur. Ağrılardan və bizə edilən pislikləri buraxmaqda biz ancaq Məsih İsa'da öyrənə bilirik. Leon Morris ilahiyyatçıdır. O Cambridge Üniversitetinin professorudur. Çox maraqlı professor idi. Çox maraqlı bir söz deyir öz kitabında. İstəyərdim o sözlərə diqqət yetirik. Çarmıx Allahın günaha qarşı ciddiliyini və günahkara olan sevgisini eyni anda göstərir. Maraqlı fikirlər diyor. Çarmıx Allahın günaha qarşı ciddiliyini göstərir. Biz bəzən günaha qarşı ciddi ola bilmirik. Biz başa düşmürük ki, günah insanın həyatına nə qədər böyük bir fəlakət getirir. Biz bunu başa düşmürük. Ona görə biz günah etdim və hər dəfə bunu deyirəm, bir feil qoşuruq buna da. Hər şey qoşmaq xoşladığımız kimi biz günaha da bir şey qoşuruq. Günah etdim, yalan danışdım, oğradım, aldatdım. Sanki bu adi edilən işlərdən biridir. Amma başa düşmürük ki, bu edilən haqsızlıq özü ilə böyük bir bəla getirir. Əgər hər dəfə fikirləşəndə ki, mən yalan danışdım, haqsızlıq etdim, oğurluq etdim, xəyanət etdim, arxasıca zülmət mənə nüfuz edir, məncə qorxarıq. Ölülər diyarının qapısı üzümə açılır, bəladan qaça bilmərəm, bəlkə onda qorxarıq. Bəziləri bəlkə onda da qorxmaz. Günahın ciddiliyini Allah bildiyinə görə və həmin o günah insanı elə hopur ki, onu qopardıb təmizləmək də olmur. Nəydən istifadə etsək də, o insanın həyatından ayrılmayacaq. Ancaq bir səbəblə günah insanın həyatından qopa bilər. İnsanın həyatının sahibi İsa Məsihə dönüşüdür. Biz onda döndükdə biz günahdan tamamilə ayrıla bilirik. Ona görə Leon Morris bu maraqlı sözləri deyir. Çarmıx Allahın günaha qarşı ciddiliyini və günah işlədən insanlara, yəni günahkara qarşı sevgisini göstərir. Allahın bizə məhəbbəti böyükdür. Və Məsih İsa'nın özünə qurban verməsi məhz Allahın bizə olan məhəbbətinin sübutudur. Və sübut bundan ibarətdir ki, günaha görə ölməliydim, ölməyini istəmirəm. Oğlumun yerinə gəlib, sizin günahlarınıza görə cəza çəkməyinə razı oldum. İsa Məsih çox maraqlı sözlər deyir çarmıx ərəfəsində. O deyir ki, heç kim mənim canımı mənim əlimdən ala bilməz. O deyir, bunu mən edirəm. Mənim ixtiyarım var. Bunu öz şagirdlərinə danışır. Çünki şagirdləri də bu baş verə biləcəyi hadisədən özləri də qorxmuşdular. İsa aydın şəkildə onlara deyirdi ki, Yerusəlimə girdikdən sonra o din xadimləri tərəfindən, həmin o insanlar, adi insanlar deyil, Allahı tanıyıram, Allaha xidmət edirəm, Allahın adından istifadə edən insanlar tərəfindən həbs ediləcək, cəza çəkiləcək, öldürüləcəkdir. Və bu barədə şagirdlərinə deyirdi. Və şagirdlərini bu sözlərlə təşviq edir ki, heç kimin ixtiyarı yoxdur mənim canımı mənim əlimdən alsın deyə. Mənim özümdə bu səlahiyyət var. Öz canımı verirəm və onu geri alıram. İsa Məsih bizə çox maraqlı sözlərlə dəstək olur. O deyir, heç kim sizə pislik eləyə bilməz. Sizin saçlarınızın telini belə saymışam. Hər şey mənim gözümün qarşısındadır. Heç kim sizə pislik eləyə bilməz. Mən sizi qoruyaram. Necə maraqlı sözlərdir. Bizim həyatımızın sahibi. Və biz böyük bir sevinclə və fəxrlə bu sözlərdən istifadə edirik. Çünki insan olaraq biz həmişə azadlıq barəsində arzulayırıq. Azad olmaq, öz istədiyini yerinə yetirmək, yəni qoy belə olsun, demokratiya olsun. Amma bütün bu şeylərin qarşısında
biz başa düşürük ki, əslində biz bir yerin tozuyuq. Müəyyən bir müddət üçün yer üzündə yaşayan insanlarıq və bütün yer üzünün nemətlərinə belə sahiblənə bilmərik. Amma Məsih İsa'ya dönüşümüz ilə ağlımıza getirmədiyimiz, ürəyimizdə və istəklərimizdə yer almadığımızdan daha artığını Rəbb İsa bizim üçün edir. Müqəddəs kitab bunu vəd verir. Bəli, müqəddəs kitab bunu bizə vəd verir. Nə gördüyümüz, nə düşündüyümüz, nə də ürəyimizi bir istək kimi qoyduğumuzu deyil, ondan artığını Rəbb İsa bizim üçün edir. Allah ilə barışmış olduğumuz halda bunlar çox maraqlı sözlərdir. Vəhddə İsa çox maraqlı sözdən istifadə edir. 1-ci fəsil 18-ci 19-cu ayədə. Diri olan mənəm. Mən ölmüşdüm. İndi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları məndədir. Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz. Maraqlıdır. İsa Məsih öz həvarisinə deyir ki, bütün bu hadisələri qeyd elə. Niyə qeyd eləsin? Onlardan sonra, həvarilərdən sonra Məsih İsa'ya iman edən bizlər imanımızı şifahi deyilən sözlərə deyil, yazılan, qeyd edilən və qorunan müqəddəs yazılara əsaslanmış olsun. Və bizim də imanımız müqəddəs kitaba əsaslanıbdır. Və biz burada müqəddəs kitab səhifələrində bizim barəmizdə qeyd edilənlər barəsində öyrənirik. Allahın Məsih İsa vasitəsilə həyatımıza artıq verdiyi və vermək istədiklərini burada öyrənə bilirik. Və bu bizim üçün gündəlik bir oxuduğumuz, gündəlik Allah ilə ünsiyyət qurduğumuz bir vəsaitdir. Müqəddəs kitab vasitəsilə Allahı dərk edək. Və İsa Məsih aydın deyir, diri olan mənəm. Mən ölmüşdüm. Maraqlıdır, hə? Yəni həmin o şəxs mənəm, mən ölmüşdüm. Lakin indi əbədi olaraq diriyəm. Sənin günahlarına görə öldüm, sən yaşayasan deyə. Sənin günahlarını öz üzərimə çəkdim ki, ölümü və günahı sənin həyatında məğlub edim. Sən bir daha da günaha məğlub olmayasan. Günaha məğlub olmamağımız üçün isə Allaha təslim olmağımız vacibdir. Biz özümüzü Allahın xoş iradəsindən təslim edirik ki, Allahdan o misilsiz, həcmi olmayan bir lütfə sahib olaq. Və özümüzü Allaha təslim etdiyimizə görə günah etmək istəyi bizdən gelir. Əksinə, Allahın yaxşı, gözəl, xeyirxah işlərini öz həyatımızda görmək bizə xoşdur. Sonda istəyərdim 1-ci Petrun məktubu 2-ci fəsil 24-cü ayəyə baxaq. O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölü, salihlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız. Maraqlıdır. Təyinat və məqsəd bundadır. O, bədəni çarmıxa çəkərək bizi günahlarımızı öz üzərinə götürdü ki, biz günah münasibətində ölüb, salihlik üçün yaşayan insanlar olaq. Məqsəd bundaydı. Nəinki Allah bizi günahlarımızdan azad etmək istəyir. Allah bizə vacib və bizim üçün mühüm olan bir yolu bəlli edir. Və bu bəlli etdiyi yol bundan ibarətdir. Salihliyə doğru get. Salihlik müqəddəs kitaba uyğun olaraq bu mənanı verir. Allahın istəyinə uyğun ömrünü yaşamaq. Və bilirsiniz, biz müqəddəs yazıları bildiyimizə görə bu sözlər bizim üçün qorxulu gəlmir. Nə qədər insanlar üçün Allahın əmrləri, Allahın qanunları qorxulu gəlir ki, mən bütün bunları necə edəcəm? Amma biz bilirik ki, bu qanunlar bizim azadlığımızı təmin edir. Biz Allahın qanunlarını öz həyatımız üçün rəhbər tutaraq xoş gün görməyə bacarırıq. Allahın qanunları düzgün, saf düşünməyinizə səbəb olur. Allahın qanunları düzgünsə və saf düşündüyümüzə görə bizim ürək niyyətlərimizi dəyişdirir. Artıq paxıl, başqasına pislik edən, başqasının uğruna sevinməyən, başqasının sayəsində nəyəsə nail olan insanlar olmaq istəmirik. Yalan danışmaq ilə, başqasının haqqını yemək ilə nəyisə əldə eləmək istəmirik. Allahın hər birimizin verdiyi
bizim ovucumuza qoyduğu payı sevinclə qəbul etmək istəyirik. Biz kifayətlənməyi öyrənirik. Biz Allahdan əldə etdiyimizə görə məmnun və razı qalmağı öyrənirik. Bu sözlər qəşəng səslənir, amma onları içimizə aldıqdan sonra bizə rahatlıq getirir. Məni təmin edən Allahımdır. Lazım olan hər bir şey o mənim üçün tədarük görüb artıq. Onda niyə narahat oluram? Onda niyə narahat oluram? Əgər mənim həyatım ondadırsa, o mənim qayğıma qalanır. Ona görə müqəddəs kitabda İsa Məsih öz ardıcılarına öyrədir və deyir, narahat olma, qayğı çəkmə, özünü bu bəlaya salma, nə edəcəm, nə yeyəcəm, nə geyinəcəm, mən səni təmin edən Allahım. İsa Məsih bizi günahlardan azad etdi və azad etdikdən sonra isə Allahın iradəsinə uyğunlaşaraq ömür yaşamağa bizi öyrənir. Məncə biz öyrənməliyik. Allah ilə birgə yaşamağı öyrənməliyik. Və bu birgə yaşamaqda biz öz Allaha etdiyimiz müraciətlərdə ancaq mənə ver, mənim üçün et sözlərindən az istifadə edirik və daha da çox dualarımızda Ya Rəbb, sənə minnətdarım deyirik. Ya Rəbb, minnətdaram. Həyatımda üzləşdiyim hər bir şeyi bir sevinç ilə qəbul edirəm, çünki bilirəm. Bunu mənim üçün sən edirsən. Hətta kimsə mənim üçün bir pislik eləsə, hansısa bir quyu qazısa, o quyuya düşməyimi gözləsə, sən o quyudan bir qulaq çıxardıb mənim üçün lazım olan həyat suyu verəcəksən. Əgər kimlər mənim üçün tələlər qurub ora yıxılmağımı gözləsə, sən onlardan bir izzətini göstərərək mənə xeyir bərəkət verəcəksən. Allah bizi təmin edəndir. Allah bizim bugünümüzü və gələcəyimizi təmin edəndir. Ona görə o gələcəyi haqqında bilən bizlər köhnə tərzdən uzaqlaşmağa meyil göstəririk. Biz artıq köhnə tərzdə danışmaq istəmirik. Artıq o düşüncə bizdə yer aldığına görə bizim söz ehtiyatımız dəyişilir. Əgər fikir verirsinizsə, diqqət yetirin 5 il bundan qabaq istifadə etdiyiniz sözlər, indi istifadə etdiyiniz sözlər. Və mən deyirəm, indiyə qədər biz qonşuluqda və digərlərində eşidirik də, hə, Allahın övladına olan məhəbbəti, adın qalsın evə gəl. Biz deyirik, heç vaxt elə deməyəcəyik. Yo, öləsən sanı tez evə qayıt. Biz deyirik, yo, bu sözlər lənətdir. Bu həyat verən sözlər deyil. Söz ehtiyatımız dəyişilir. Söz ehtiyatımız dəyişilir, çünki münasibətimiz dəyişilir. Münasibət dəyişildi. Allaha münasibətimiz, həyata münasibətimiz. Ailələrdə münasibətlər dəyişilir və bütün bunun hamısının səbəbi Məsih İsa'nı tanımağımız oldu. Əgər Məsih İsa'nı tanımasaydıq, böyük ehtimal ilə biz burada deyildik, böyük ehtimal ilə indiki yaşadığımız həyatı yaşamırıq. Amma Allah Məsih İsa'da bizə bu lütfü bəxş etdi və biz deyirik minnətdarıq. Minnətdarıq ki, həyatıma gəldi, minnətdarıq ki, mən hələ günahkar ola sən məni sevdin. Maraqlıdır ki, müqəddəs kitabın mesajı bundan ibarətdir. Allah gözləmir ki, biz paklanaq, pis əməllərdən azad olaq, təmizlənək və sonra gələk ona ibadət edək. Allah biz günahkar ola bizim həyatımıza nüfuz etdi. Biz hələ də şər əməllər içində ola öz varlığını bizə aşkar etdi ki, biz şuurlu, düşüncəli insanlar kimi onun lütfünün fərqini anaq, dərk edək və ona tərəf dönək. Və döndüyümüzə görə də minnətdarıq. Rəbb İsa bizim həyatımızda böyük və əzəmətli işini gördü. İstəyərdim sonda bir cümlə ilə bitirim. İsa bizim günahlarımızı daşıdı ki, biz dəyişək, günahdan uzaqlaşıb düzgün həyat yaşayaq və onun qurbanı ilə şəfa tapaq. İsa'nın çarmıqda olan qurbanı bundan ibarətdir. Nəinki o bizim günahlarımızı bağışladı, bəli, o bizim günahlarımızı bağışladı. Amma o istəyir ki, o qurbanın nəticəsində biz günahdan uzaqlaşaraq Allahla ömrümüzü yaşayaq. Və ona görə müqəddəs kitab bizim bütün səhifələrində bunda yaşamağa təşviq edir. Bunda bizi ilhamlandırır və ruhlandırır ki, biz Allahın sözü ilə yaşayan insanlar olaq. Allahın sözü, necə Davud öz zəburlarına deyir, mənim hər addımıma bir çıraqdır.
Hər addımma bir çıraqdır. Biz Allahın sözünə uyğun olaraq bütün həyatda üzləşdiyimiz münasibətləri qururuq. Bütün ünsiyyətimiz Allahın sözünə köklənir ki, o ünsiyyətdə doğru davranan insanlar olaq və doğru davrandığımıza görə onun faydasını görək. Ümumiyyətlə, Məsih İsa'nın fədakarlığı haqqında çox danışmaq olar və bilirsiniz, bu bazar günü hazırlaşmaq üçün çox çətin idi. Saysız hesabsız ayələrdir. Saysız hesabsız nümunələr idi. İlahiyyatçılara müraciət eləyəndə elə gözəl fikirlər var idi. Onlardan birini seçmək çox çətin idi ki, hansını seçim ki, o faydalı olsun. Amma mən deyirəm ki, bu ibadət ilə bizim bayramımız bitmir axı. Yox, bu ibadətlə bizim bayramımız bitmir. Biz bugünün əlamətini qeyd edirik, amma onu isə hər gün yaşayırıq. Və qoy Məsih İsa'nın ölülər arasından dirilməyi bizim bütün ömrümüzün günlərində bir bayram kimi qeyd edilsin. Hər açılan sabahda mənim Rəbbim mənə ümidi bir gələcək verdi. O, həyatın sahibidir. O, ölümü və günahı məğlub etdi. Onda niyə narahat oluram? Həyatım etibarlı əllərdədir. Sənin həyatın etibarlı əllərdədir. Rəbbin əlindədir. Ona görə əgər nəyəsə görə narahat olsan, əgər nəyəsə arzulayırsan və əldə etmək istəyirsən və ürəyin belə tir-tir əsir o istədiyini əldə etmək haqqında düşünəndə, qoy sənin duanda bu xüsusi sözlər yer alsın. Mənim əlim etibarlı əllərdədir. Mənim həyatım etibarlı əllərdədir. Sən mənə qayğı göstərsən. Ona görə narahat deyiləm. Bütün ehtiyacımı sənə təslim edirəm. Bütün qayğı yükümü sənə verirəm. Bilirəm ki, mənim qayğıma qalan sənsən. Və biz bununla da Məsih İsa'nın ölülərdən dirilib mübarək olduğuna hər gün qeyd edirik. Bizim bu cür münasibətimizdə, bu cür yanaşmağımızda və həyata bu cür baxışlarda biz bunu qeyd edirik. Ona görə bayramımız mübarək olsun və hər günü bu bayramı belə qeyd edək.